Salamlar dəyərli izləyicilərimiz. Bugün maraqlı bir mövzumuz var və faydalı bir mövzumuz var. O baxımdan diqqətiniz bizdə olsun. Bugün biz sizə gün eynəklərindən danışacağıq və onları necə düzgün seçmək lazım olduğunu bildirəcəyik. Bizim ölkəmiz günəşlidir. O baxımdan gözlərimizi günəşdən qorumalıyıq. Eynək seçərkən ilk növbədə mütləq ixtisaslı optikadan eynək almaq lazımdır. Belə ki, bu optikalarda gün eynəkləri xüsusi parametrlara uyğun gətirildiyi üçün bir problem yaratmaz. Əsasən eynəklərdə xüsusi UV filtrlər olmalıdır ki, bu günəşin ultrabənövşəyi şüaların zərərli hissəsindən qoruyacaq. Çünki günəş bizə lazımdır, gözlərimizə lazımdır. Ancaq onun zərərli hissələri gözümüzdə bir çox xəstəliklər, hətta göz dibində yanıqlar belə yarada bilər. Bundan başqa estetikliyə də mütləq diqqət etməliyik. Çünki gün eynəkləri həm gözümüzü qoruduğu üçün, həm də bir aksesuarımızdır və həyat tərzimizin bir hissəsidir. O baxımdan mütləq sürətdə üzünüzə, tərzinizə uyğun eynək seçməlisiniz. Daha sonra aylara, fəsillərə diqqət etməliyik. Belə ki, əgər yay fəsli üçün daha tünd şüşəli, ancaq qış və yaxud da payız fəsli üçün, çünki bəzi hallarda bu fəsillərdə də bizə eynəklərə ehtiyac duyuruq, o zaman daha açıq rəngli, yaşıl və yaxud da açıq qəhvəyi rəngli gün eynəklərindən istifadə etməlisiniz. Ən əsası keyfiyyətli eynək taxılmalıdır. Ya keyfiyyətli gün eynəyi taxırıq və yaxud da onu taxmırıq. Belə ki, keyfiyyətsiz eynəklər işığın miqdarını saxlaya bilmədiyi üçün gözümüzün öz kompensator mexanizmi olan bəbəyimizi də allatmış olur. Belə ki, şüşə tünd olduğu üçün bəbəyimiz genəlliklə rahatlaşır və bu günəş enerjisinin daha çox hissəsinin göz dibimizə daxil olmasına səbəb olur. O baxımdan ya keyfiyyətli günəş eynəyi alırıq və yaxud heç istifadə etmirik ki, gözlərimiz özünü qorusun. Bu və digər mövzularla videolarımıza mütləq davam edəcəyik.